Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccil fərəcəhum. Dəyərli müsəlman bacı və qardaşlarım, bu mübarək Allah ayında dedik ki, ən gözəl əməllərdən, ən gözəl, belə deyək, hərəkətlərdən biri də zamanə imamımızla rabitə qura bilməyimizdir. O zamanə imamımızla güclü şəkildə təvəssül edə bilməyimizdir. Bunlar başlayır ilk növbədə bizim öz əməllərimizdən. Necə ki, İmam Məhdi Əccəlallah Teala Fərəcəhüş Şərif hədislərindən birində özü belə buyurmuşdur. Siz əməl edin, biz gəlib sizi görəcəyik. Gəlin bu ayımızda heç olmaya hər gün edə bilməsək də, bu bir ayın hər həftəsində Ali Yasin ziyarətnaməsini oxuyaq. Əgər mübarək Cəmkaran ziyarətinə əlimiz çatmırsa, öz evimizdə, öz vətənimizdə, öz torpağımızda İmamzaman namazını qılaq 2 rəkət. O həzrətə savabını hədiyyə eləyək, təvəssül edək ki, mübarək Ramazanın tutduğumuz orucu daha da bərəkətli və səmərəli olsun.